Salam dostlar, dünənki biabırçı bir videodan sonra yeni bir simülyasiya oyunu tapmışam. Bu kebab simülyasiya oyunudur və burada karakterimizi düzenləyirik. Oyunumuzun əsas hissəsidir. Burada karakterimizi düzenləyək, keçək bu kebab simülyasiya, restoran işlətmə simülyasiya işinə başlayaq. General işi, boy, sonra... Uşaqlar, oyunumuzun ayarlarını hazırladım, yola saldım, hər şeyi quraşdırdım, öz başıma inanım, oradan geldim, buradan çıxım. Belə bir ayarlar oldu. Başlayalım gedək restoran, tək oyuncu. Demək burada çox oyuncu da var ha. Bunu bir neçə nəfərdən oynaymaq olar. Yeni oyun, başlayaq yeni oyuna. Nə deyir burada açıqlama, xəritə, oyun modu. Atandan qalma kebab restoranın başına keçin. Atanızın yardımı ilə, köməyi ilə yemək sektorunda ilk addımınızı atın. Kiçik bir məhəllədə yer alan bu oyun modunda ehtiyacınız olan hər şey olduqca yaxınlığınızdadır. Restoran dizayn edin, yeni yemək tərkibləri açın və müştərilərə daimi restoranınızda xoşbəxt ayılmasını təmin edin. İşləri böyütməyinizin sonu yoxdur. Bu üzdən yetərli maddi qazanca çatdığınız halda məhəllənin digər uzundakı böyük restoranı satın alaraq həmin səmtin ən böyük restoranı olmaya bir addım yaxınlaşa bilərsən. Atanın mirasını devralıb xəyalını gerçəkləşdirməyə hazırsanmı? Hazıram, getdik, oyna. Hayda, ne gəldi? Oxuya bilmə, restoran açarını al. Aldıq restoran açarını aldıq. Gedə restorana sağ ol, ağsaqqal. Gedə bilərsən, buralar daha mənlik. Bu ışıqları açarsan mənə Elvad. Necə göründüyünə bir baxaq. Açaq. Uy. Qışıq. Ortalığa zibillik alıb götürür. Amma buranın ötəsindən gəlib möhtəşəm hala gətirmək olar. Kran tipində bərbad göndərir. Bir dənə masa var. Burada VC var. Aman tanrım, bu bir rəzalət. Dükkanın həqiqətən bərbad bir hala var. Bilmirəm. Nədir, papaq. Ha, o 10 səviyyədə açılır. Yaxşı, biz bundan sifariş verək. Su aparatımızda onu yerləşdirməliyik bura, düzdür. Ona görə bunu alaq qoyaq bura. Üzü müştərilərə tərəf olmamalıdır. Məncə, hələ sən qal burada dostum. Sən gəl bu tərəfə. Sən qavqazaq harada yürür, qavqazaq burada yürür. Gəl bura, müvəqqəti olaraq gəl bura. Sən dostum, gəl bura, tiş bundan. Tişdin mi? Yaralı qaldın. Biraz bitiş. Olsun belə. Burada bizim 2 dənə dəzgahımız var. Yaxşı, buranı bağlamış olduq, dostum. Dostum, necə edək? Fırlan görüm. Sən niyə fırlanmırsan? Sən məni dəli eləyəsin. Yox, bu burada yaraşmadı. Bunu buradan götürək buradan. Sən gəl buradan. Öncə görünüş. Bu buraya yaraşdı. Ama bununla yerini değiş. Ama bununla bu uygun gəlir bura. Ama bizim bir dənə də dəzgahımız var. Bizim buradan çıxmamız üçün bunu biraz arkaya çəkmək lazımdır. Gəl bunu bura qoy. Bax o bərabərə. Gəl. Tamam. Tam beraber qəşəng, xoşuma gəldi. Bu da qalsın burada. Bu. Oy.
yerləşmir lan bura. Onda o masanı oradan azad edək. Bu masa buradan gəlsin. Hələlik qalsın orada. Bunu gətirək bura yerləşdirək. Ama onu oraya yerləşdirməkdənsə qolları yöndə də buraya yoraq da. Öyle var. Mətbəximiz də geniş olmalıdır ki, biz işləyə bilək. Gəl bunu alaq. Sən qal yerdə, sən qal yerdə. Sən nəsən? Sən də dolabsan. Sən dolab olduğun üçün neynəməliyəm sənə? Sən niyə əyri qaldın? Sən divar mı istəyirsən? Buram da. Oraya getmirsən. İkinciyə yaraşmırsan. Belə şkaf olar, yön otarda. Buram da. Buramırsan. Ağsaqqal, gözlədiyin üçün təşəkkür edirəm. Amma restoranın görünüşü mənim üçün çox önəmli olduğu üçün mən bunu öz istədiyim kimi dizayn etməliyəm. Bu tərəfdə yolma aparatı olanda sən ağzın niyə elə getdi? Xəstə. Gəl ağzından tərəfə. Səni illa oram yerləşdirməliyəm. Yaxşı. Səni ümumi buraya yerləşdirmək lazımdır da. Onda akrillə ala oradan. Yaxşı, gedək bunu gətirək, yerləşdirək bura. Onsuz bununla da bu uyğun gəlmir. Gəl bura, sən möhtəşəm fikirlər pozursan. Qardaş, sən niyə eləyirsən? Sən qoymaq istəyirəm bura. Dur da burada, sən neyvə lazımdır? Gəl sən bura. Gəl bura. Sən. Burada zibil qabın yanına. Ay sağ ol. Dur burada. Sən. Gəl bura. Bitiş bundan. Bitiş də. Ağzı elə olmalı, elə mi? Ağzı elə olmalı ki, bitişsin. Onda bunu bu tərəfə aparıyaq da. Yaxşı bura olsun. Tam cərgə, tam. Sən də bura. Bitişdin mi bunu? Hələ. Xoşuma, bax indi xoşuma gəldi. İndi xoşuma gəldi. Gəl sən bura. Sən tərsində dursan axı burada. Sən məni yorursan dostum. Sən məni yorursan dostum. Hiç sən özü divara bırak. Yox. Bu nə üçündür? Bu nədir? Bu masa nədir? Burada başqa nəyimiz var? Yemək hazır olanda deyirik ki, hazırdır, gəl apar. Yox, o burada yaraşmadı. Bunu yerləşdirək. Ən yaxşısı biraz bəri. Burada. Buradan verərək yaxşısını götürüb oraya özümüz qoyarıq. Burada bir çıxışımız olsun. Burada bir çıxışımız olsun. Bunu, bu şəbzülü mən idarə edə bilmirəm. Elədim ha?
biraz da. Ay sağ ol. Ay sağ ol. Gel bura. Buraya gelmirsən sən. İndi mən bir dənə başqa bir şey yap. Tableti aç. Tableti aç. Gəl mağazaya. Bizə mətbəx üçün dəzgah lazımdır. Amma necə dəzgah? Bayaq bir sardan aldım. Ha, buraydı değil mi? Bundan aldık. Bundan aldık. Bu nə üçündür? Bundan bir dənə alaq da. Eğitimdəykən bunu olmaz. Ay, səni zibilən qalır. Yaxşı, biz eğitimdəyik. Gəl düzənləmə moduna, gəl bura. Gəl bura. Gəl bura. Niyə qəbul eləmirsən buranı? Ay, saxtaşar, qəbul elə də buranı. Burada durmaq olar, belə bu nə duruşdu? Nə duruşdu? Bax, bu nə duruşdu? Yaxşı, qalsın burada. Qalmasın. Burada qablar yuyulur, buraya yığılır. Bura mətbəx, bu mənim dəzgahım olmalıdır, bax, burada durmalıdır. Bunu alıb gətirməliyim, qoymalıyam bura. Qoya bilmirəm. Bunu da alıb gətirib qoymalıyım. Çox bərbad, çox bərbad. Gözəllik getdi. Niyə bura gəlmək istəyir? Biz bir dəqiqə dayan. Buraya gəlmək istəyirsən dostum. Gəl ora, oranı verirəm sənə. Sən dur burada. Gəl. Gəl buranı da verirəm sənə. Gəl. Hoş ol, mənə də yaxşı. Mənə də yaxşı, sənə də yaxşı. Yeşə bilərsən. Hizalı mı? Hizalı, əla. Sən gəl bura, dostum. Gəl tam bərabərlə. Nə olur ki, belə olanda nə olur ki? Burada bir dəzgah alıb yerləşdirək. Bu bizim ocaqdır, biraz qaradır, burada şabsat çəkirik. Kebabı harada çəkməliyik, bura qab yuyulur. Kebabı burada çəkirik də. Pəncərə önündə. Qəşəy, sevdim bunu. Bizim bıçaqlarımız, ət çəkən. Deməli, ət çəkən harada olmalıdır? Ət çəkən kebab aparatının yanında olmalıdır. Bunu biraz arxaya qoysun, olar mı? Olar. Belə çox qəşəng. Bıçaqlar. Bu bizim bıçaq dəzgahımızdır. Bunu da yerləşdirək. Tam. Bunun yanına. Olar. Burada nəyimiz var? Burada bıçaq dəzgahımız var. Doğrama işini hər çəkdik. Burada şarap doğradıq. Yerləşdirdik. Burada tabaq hazır. Bu nədir? Bu bizim yummuş qablardır. Yummuş qablar markanın yanında olmalı. Burada olsa işləmək çətin mi olur? Hə, işləmək çətin. Bunun arxasına belən içinə qoyaq da. Belə olsun. Burada bir dənə dəzgah yerləşdirərək gələcəkdə. Onlar mürəbbə. Qaldı bu stolumuz. Restoranın burasına bir stol yerləşdirək, o ortadakı masanı götürək buradan. Onu götürək buradan, yerləşdirək bura.
Bir pəncərənin önündə qəşəng, alan da boşdur. Ha, ağsaqqal, gedirəm, marketə ged. Aç qapını. Çox uzun çəkdi. Korkmaz, bilməyəm. Aşağılı market, market burada ya. Market gidiyor. Ah, mallarının yeni şefiyen sen olmalısın. Baban, atan mükemmel bir aşpaz idi. Onun yerine tekrar atmanıza gerçekten çok sevindim. Çok sevindim. Bak, babanın hazırlanmasını istediği məhsullar, her şeyi ihtiyacın olarsa bu markete uğrayabilirsin. Bu da ağsaqqal. Bu tərəzidir, hanı mənim məhsullar, başqa? Ver də məhsullarını ver. Yoxsa alın mı? Uy, baba inşallah. Reklam tabelası. Güzel, toplayınca. Ağsaqqal, getdim, heç nə hazır deyildi. Getdim, gəldim. Kutuyu al. Kutuyu gedim al. Oy, şəhər tutub yanır, şəhər mühtəşəm. Götür, ay götür. Hazırlamsan, sağ ol ağsaqqal. Görüşərik, kebab istəsən mən hazırlayaram sənin üçün. İndi gedim asıla şeyini. Eşyalar, qarşılaşdırma. Uşaqlar, onun dəqiqəsi bu qədər yaxşı olar, çox çəkməyim. Hissə çəkək, əyləncəli, maraqlı olsun. Oyunun ilk girişi idi. İlk paketimizi aldıq. Aferin evlad. İndi hər şeyi kutudan çıxar və pişirməyə başla. Bu bizim axırıncı ağsaqqalla söhbətimiz olmalıdır. Bundan sonra ağsaqqal getməlidir. Bu market istədiyimiz formaya gətirməyə çalışacağım. Gələn bölümləri izləmək üçün. Elə bu videoma indidən like basın, abunə olun. Allah köməyiniz olsun. İzləyək. Aha, maraqlı onun ki, qəşəng maşınlar. Bax, qəşəng şəhərlə, enginlə, nə qəşəng. Kəşf eləməyə başlayacaq. Başlayalım. Burada reklam lövhəmizi asıb, burada qaynar isti kebablar münasib qiymətə müştərilərimizə təqdim etməyə çalışacağıq və hər şey məhsullarımızda yüksək səviyyədə təmizlik, gigiyena, nə lazımdır başqa? Aferin. Sağ olun, salamat qalın. Sabah görüşənə qədər.